Və davam edirik əziz tamaşaçılar, ekrana biraz daha yaxın əyləşin. Çünki bugün də sizə faydalı olmaq üçün qarşınızdayıq. Həftənin ilk günündə və növbəti dəyərli həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Onu da çox sevirsiniz bilirəm. Dəyərli Turan xanım Axundova, tibb üzrə fəlsəfə doktoru, parazitoloq, həmçinin laboratoriya mütəxəssisi və qidalanma üzrə mütəxəssis. Xoş gəlmisiniz Turan xanım. Xoş gördük Günay xanım. Necəsiz? Sağ olun, çox sağ olun. Sizə uğurlar. Təşəkkür edirəm. Mən də sizə uğurlar arzuluyuram. Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün təşəkkürümü bildirirəm və Turan xanım buradadırsa, demək ki, bir neçə mövzunun kəsişməsində danışacağıq. Çünki dediyim kimi, Turan xanım problemlərə kompleks yanaşan bir mütəxəssisimizdir və 20 illik bir iş təcrübəsi olan həkimimizdir. Minlərlə pasiyentin etimadını qazanan həkimimizdir və təbii ki, Turan xanım buradadırsa, demək ki, qurd invaziyalarından da danışacağıq, mədə-bağırsaq problemlərindən də danışacağıq, həmçinin ləmblioz, bağırsaq florasının pozulması, immun zəiflik, allergik xəstəliklər, boy və çəki azlığı, saç tökülməsi, dəri problemləri və həmçinin gastroenteroloji xəstəliklər, ötən dəfə bax vurğuladıq, uroloji xəstəliklərlə bağlı, uşaqlarda vitamin azlığı, anemiyalar, allergiyalar, ginekoloji müayinələr də, hansı ki bu laboratoriya mütəxəssisi olaraq bununla da məşğuldur. Əlaqə nömrəsini ekranlarda görürsünüz, 050 273 90 16, çalışdığı ünvanı soruşanlar isə Baku City Görüntüləmə Mərkəzi düz Gənclik metrosunun yaxınlığında yerləşir. Elə bu görüntülər də həmin mərkəzdən çəkilib və Turan xanım həftə içi hər gün orada olur. Həftə sonları isə bəzən bölgələrimizə səfər edir. Növbəti səfər planlaşdırırsınızmı Turan xanım? İnşallah planlaşdırıq, hələ tam aydın deyil deyə. Çünki yeni qayıtmışsınız. Cənub bölgəmizə yollanmışdınız. Lənkərana gedirik hər ay. Qazax rayonuna gedirik hər ay laboratoriya mərkəzinə. Növbəti yəqin ki, çox təkliflər var. Gəncədən, böyük ehtimal Gəncəni dəyərləndirəcəyik ki, orada da pasiyent qəbul edək. İnşallah. 050 273 90 16 və Turan xanımla əlaqə nömrəsidir. Hər yaş qrupundan olan insanlar ona müraciət edə bilər. Və bizə nə yazırlar? Turan xanım sizin qəbulunuza gəlib gedəndən sonra Turan xanım kompleks bir yanaşma edir. Bu bizim çox xoşumuza gəlir. Çünki bəzən görürsən ki, pasiyentlər bilmirlər hansı həkimə müraciət etsinlər və eyni zamanda bir neçə xəstəliyin əlamətləri, belə deyim, fəsadlarını yaşayırlar. O zaman Turan xanım sizə kömək edə bilər. Həm laboratoriya üzrə mütəxəssisdir, həm qidalanma üzrə mütəxəssisdir, həmçinin parazitoloq həkimimizdir, hansı ki, qurd invaziyaları ilə bağlı məşğul olan bir həkimimiz. Və mədə-bağırsaq xəstəlikləri ilə bağlı çox sayda, xüsusən bu dövrdə problem yaşayan insanlar var. İndi Novruz bayramında da yeməkləri bir-birinə qarışdırıb, ümumiyyətlə mədə-bağırsaq problemləri yaşayan insanların sayı çoxalır bu dönəmdə, belə olur, qidamıza fikir verməliyik. Ümumiyyətlə, mədə-bağırsaq xəstəlikləri zamanı mən istəyirəm qurd invaziyalarının müalicəsini qataq bura. Əgər belə bir problem varsa, qurd invaziyalarının müalicəsi, yəni parazitlərin müalicəsi çətinləşirmi? Ümumilikdə bu mövzudan danışaq. Təbii ki, mövzumuzdan kənar suallarımız da olacaq. Yəni, bəzən eyni dərmanla bütün qurdları müalicə etməyə çalışır insanlar. Bəzən öz başına olur, bəzən indi bəzi mütəxəssislər bunu belə məsləhət görür. Nə dərəcədə doğrudur bu ümumiyyətlə? İnanırsa çox elə gələnlər olur ki, bir qurda görə müraciət etmişik, bir qurd müalicəsi istəyirik, yalnız qurda görə. İnsanlar çox vaxt başa düşmürlər ki, bu mədə-bağırsaq sistemində istər olsun, istər digər orqanlarımızda olan bütün parazit növləri müxtəlif taktikalarla müalicə olunur. Çünki hər bir parazitin özünə məxsus olan, ona təsir edəcək medikamentoz və bitkisel mənşəli müalicə taktikalarımız vardır ki, və bunların hər biri bizim orqanlarımızdan süzülərək keçdiyi üçün, yəni bütün dərmanlar və yaxud da bitkisel mənşəli istər müalicələr olsun, hər biri qaraciyərdən keçib süzüləcəkdir, qan vasitəsilə hər biri böbrəklərimizdən süzüləcəkdir və ona görə biz mütləq orqanizmi araşdırmalıyıq ki, İstər medikamentoz, istər bitkisel mənşəli müalicələrdə mütləq orqanizmin özünü təyin edək. Çünki hər hansı bir ikincili xəstəlik əgər varsa da, bizim müalicə taktikamız dəyişəcəkdir. Yəni, orqanizmə əks təsir göstərə bilər. Qurd invaziyası olsa belə qurd dərmanlar verə bilmirik. Yəni, önləmini almaq üçün ilk olaraq orqanizmin özünü sağlamlaşdırmaq lazımdır ki, bu dərman vasitələrinə hazırlıqlı olsunlar qəbul üçün. Təbii ki, qurdların növ-növündən asılı olaraq bunların günlük dozaları da fərqlənir və xəstəlik müddəti, yəni müalicə müddəti xəstəliyə görə uzadılır.
fərqli qurd invaziyalarında. Bunu da nəzərə alsaq, mütləq ilkin olaraq orqanizm araşdırılmalıdır. Mədə-bağırsaq sistemi elə bir sistemdir ki, burada bir neçə orqanların birləşməsindən təşkil olunubdur və ən çox da parazit infeksiyaları mədə-bağırsaq traktında olduğu üçün biz birinci növbədə mədə-bağırsaq sistemini araşdırırıq. Qurd invaziyalarının ən çox yayılan növlərindən enterobiusdur, askaridozdur, lambliozdur. Bunların hər biri demək olar ki, hər kəsdə tapıla bilər bu qurdlar. Lakin başqa şistosoma deyilən qurd növlərimiz var, toksokara deyilən qurd növlərimiz vardır. Bunlar hər biri bizə digər vasitələrdən, yəni toksokara dərimizin üzərindən belə bizə daxil ola bilər və yaxud ankilostoma dərimizin üzərindən daxil ola bilər. Sırf biz ağız fekal-oral yolla daxil olmaya bilər və yaxud da ikincili olaraq exinokoklar bizə yoluxa bilərlər və böyüyə bilər. Teyniya qurdu böyüyə bilər bizim orqanizmamızda. Bu zaman isə bizim müalicə taktikamiz tamamilə fərqlənir. Çünki uzun müddətli qurd invaziyası orqanizmdə qalarsa, orqanlarımızın işdən çıxmasına səbəb olur, sıradan çıxmasına. Funksiyasının pozulmasına səbəb ola bilər. Digər ikincili infeksiyaların yoluxmasına səbəb ola bilər. Və bunların hər birini araşdırmaq bizim üçün vacibdir. Tamamdır, gəldi, bir qurd invaziyası tapıldı və biz buna bir dərman yazdıq, getdi. Lakin bu dərmanı qaraciyər əks təsir göstərib buna cavab nə verəcək? Bağırsaq sistemi ona nə cavab verəcək? Biz bunu mütləq araşdırmalıyıq. Və inanın ki, əlimizdə elə bir sübutlar var ki, orqanizm araşdırdıqda onkolojiyə belə rast gəlirik. Bağırsaq onkolojisinə və yaxud sadə xoş xəstəli poliplərə rast gəldikdə biz müalicə taktikamızı dəyişməliyik. Və yaxud hemorroy varsa, burada qanaxma vardır. Biz qanaxma ola heç bir qurd dərmanı yaza bilmərik. İlk növbədə bu klinik əlaməti yox etməliyik. Bunun üçün mütləq diaqnozlar vacibdir. İnsanlar gəldikdə bir qurd invaziyası yoxlatdıqda biz bütün mədə-bağırsaq sistemini yoxlatmalıdırlar. Ən azından orqanizmin funksional olaraq sağlamlığı bizim üçün önəmlidir ki, biz yalnız parazitimizi məhv edək. Turan xanım, elə gözəl mövzuya toxundunuz. Bəzən görürsən ki, bax bizə də yazırlar ki, bax bir qurd müalicə edəcəyikdə biz nəyə görə bütün ümumi orqanlarımızı yoxlatmalıyıq? Bax elə indi hal-hazırda danışdığınız bu mövzu birbaşa elə bu sualın cavabı idi və bu insanlara buradan səslənirik ki, bir qurd artıq bədəndə varsa, demək ki, orada artıq müəyyən proseslər gedir və o qurd tamamilə təmizlənməsi üçün bütün orqanların birgə fəaliyyəti tənzimlənməlidir, normaya düşməlidir və bununla da bağlı bizim dəyərli Turan xanıma müraciət edə bilərsiniz. Hər gün Baku City görüntüləmə mərkəzi Gənclik metrosunun yaxınlığında yerləşir. Bu mərkəz orada çalışır. 050 273 90 16 və ləmbliyalarla bağlı sual verən izləyicilərimizə səslənmək istəyirəm. Nədənsə bizə ən çox verilən suallar sırasında məsələ ləmbliyaların adını mən çox görürəm. Gözümün qarşısındadır. Bax, Instagram səhifəsi, hal-hazırda qaynar xəttimiz, çoxlu mesajlar yazırlar. Ümumiyyətlə, bu ləmbliya qurdu barəsində istəyirəm məlumat verək. Bunun müalicəsi ümumiyyətlə necə baş tutur və bunun əsas məsələ, bax, bir laboratoriya mütəxəssisi kimi müayinə metodları hansılardır? Əslində, necə müayinə olunur bu ləmbliya? Deməli, bizə də çox suallar gəlir. Ləmbliya qanda da təyin oluna bilir, antigenlərin təyini, nəcsin ümumi müayinəsinə təyin oluna bilir və çox vaxt deyirlər ki, nəcsi 2 saat ərzində çatdırmalıyıq, ləmbliyalar partlayacaq, görsənməyəcəkdir. Lakin bu səhvdir. Ləmbliyanın müayinəsi nəcsin ümumi müayinəsində aparılır. Nəcsin ümumi müayinəsindən əlavə olaraq nəcsin üzərində kart testlərlə ləmbliyanın antigenlərinin təyini aparılır. Qandan götürülmüş biomateriallar şəklində antigenlərin yenə təyini, bu da kəskin formada immunoqlobulin M yoxlanılır və xroniki forma olduqda immunoqlobulin C yoxlanılır. Yəni bunlar da bizdən soruşurlar ki, hansılar nə vaxt yoxlanılmalıdır? Ləmbliyanın özü ilkin olaraq qurd deyildir. Ləmbliya ibtidai növü sayılır, bir hüceyrəli orqanizmdir və bunlar çox sürətlə əlverişli mühitdə yayılmağa səbəb olur. Ən çox sularımızda, çirkab sularda, torpaqlarda, göllərdə və yaxud sadə çaylarda tapılan bir ibtidai növüdür. Gözlə görünmürlər, çox kiçikdirlər. Lakin hər bir insan buna yoluxmuş ola bilər. Ləmbliya yoluxduqda mədə sistemində əsasən qidalanma orqanlarından öd yollarına və 12 barmaq bağırsaq və nazik bağırsaqlarda daha çox formalaşır və çoxalmağa qadirdir. Ən əlverişli mühit ora sayıldığı üçün bu orqanlarda çoxalır. Əsasən defekasiya aktımız duru olarsa da, yəni daha tez-tez defekasiya aktı varsa daha tez onu aşkar edə bilirik. Qəbizliklər olan bağırsaqlarda biz defekasiya aktında ləmbliyanı tapmaya bilirik.
Bu zaman isə biz qandan təhlillərə müraciət edirik və qan təhlillərində də bunu aşkar edə bilirik. Yəni belə incəliklər var burada. Bəli, incəliklər hər insana individual olaraq yanaşmalıdır. Yox elə mən öz başına gedim analiz verim hardasa, indi çoxdur belə analiz mərkəzləri və elə gedim verim ki, baxım görüm məndə bu var ya yoxdur. Bu mənə heç nə verməyəcək və çox təəssüf ki, bəzən hətta analizlərində görünən, yəni bilinən çıxan insanlar var. Bu zaman bilmirlər ki, hansı həkimə müraciət etmək lazımdır. Bax, verilişimizin əsas qayəsi, məqsədi odur ki, sizə yardım edək ki, hansı ixtisaslı həkimə müraciət edəsiniz. Mən demirəm, gedin mütləq Turan xanıma müraciət eləyin. Sadəcə Turan xanım bizim o həkimlərimizdəndir ki, mən ona hər tərəfli suallar verə bilirəm. Həm özü araşdırır, onu laboratoriyada tapır, neçə illik bir təcrübəsi var və uzun illər də, yəni bu sahələrdə təhsilini alıb, davam etdirib, 20 ildən artıq bir iş təcrübəsi var. Həm laboratoriyada özü müəyyən edir, həm o daha sonra onun müalicəsini yazır və qidalanmanı da tərtib edir. Bax, bu çox önəmlidir. Çünki qidalanma ilə bərabər orqanizm artıq siz demiş sağlamlaşır. Təbii ki, biz müalicə taktikasını müayinələrdə tapdıq, müalicə taktikasını verdik. İnsan gedib, əgər yenə bu çirkab sularla və yaxud da çirkli bir tərəvəzlərlə qidalanacaqsa da, immun sistemi yerində olmayacaqsa və üstəgəl də qəbizlik varsa, defekasiya aktı gec-gec olursa, deməli bağırsaqda biz əlverişli mühit yaradırıq ki, immun sistemimiz düşsün və parazitlər bizim orqanizmamızda inkişaf etsin. Bunu insanlar bilərəkdən əsasən bağırsaq, yenə deyirəm, florasını düzgün saxlamalıdırlar, bağırsağın özünün funksiyasını düzgün saxlamalıdırlar və bayaq dediyim kimi Liambliyanın müayinəsində əgər nəcsin ümumi müayinəsini 2 saata çatdıra bilmirlərsə, bu mütləq deyildir ki, 2 saata gəlsin. İnsanlar var, uşaqları və yaxud böyüklər yalnız axşamlar və yaxud yalnız sabahlar defekasiya aktı ola bilər. Bu zaman isə biz bunu qapalı nəcis konteynerlərində, sərin və qaranlıq yerdə 24 saat saxlaya bilirik nəcisi. Yəni bunu dönə-dönə izah etmək istəyirəm insanlara ki, defekasiya aktını biz 24 saat sərin, qaranlıq və qapalı qablarda saxlayıb laboratoriya çatdıra bilərik. Liambliya sistləri, Liambliya vegetativ formaları sistə çevriləcək, yumurtalaşacaq və bu öz formasını sərin, qaranlıq yerdə saxlayacaqdır. Bunu təbii ki, saxlamağı 3 ay müddətində belə saxlaya bilərlər. Bəli, steril nəcis konteynerlərində saxlaya bilərlər. 24 saatda laboratoriyamıza çatdıra bilərlər. Biz onun hərəkətli vegetativ formasında deyil də yumurta forması, sist formasına baxa biləcəyik mütləq. Yəni bunu görə biləcəyik. Ondan narahat olmasın. Yalnız əgər ishal varsa, bağırsaqda qanlı ifrazat varsa, bu zaman 2 saata nəcis analizi bizə çatdırsınlar. Digər vaxtlarda askarida olsun, yumurtaları istər qurdun özü. Bunlar öləcək və hərəkətsiz şəkildə nəçinin müayinəsində tapılacaq. Bəli, onlar tapılacaqlar. Yalnız ibtidailərdən əmobiyaz partlayır. Yəni əlverişsiz mühitə düşən kimi qlaf əmələ gətirmədiyi üçün, o ibtidai növlərində qlaf olmadığı üçün o partlayır əmobiyaz. Entamoeba histolitika partlaya bilər və bu zaman 2 saatdan sonra biz onu əlverişsiz mühitdə olduqda, 38 dərəcə Selsidən aşağı düşdükdə biz onu partlamış şəkildə görməyə bilərik. Bunun üçün insanlar qorxmasınlar, əsasən valideynlər bizə müraciət edəndə çatdıra bilmədim, neçə vaxt defekasiya aktını tuta bilmirəm. Bizim üçün önəmlidir defekasiya aktının tutulması. Çünki bir defekasiya aktında həm qurd növləri, həm ibtidai növləri, həm göbələk növləri, həm mikrofloraların zənginliyi ilə biz tanış ola bilirik. Hər hansı bir infeksiyanın olmasını bilə bilirik. Nəcisin ümumi müayinəsi bizim üçün önəmlidir. Bunun üçün utanmağa və yaxud çəkinməyə ehtiyac yoxdur. Yəni insanın sağlam müalicə olunması üçün biz defekasiya aktını düzgün tutulub gətirməyə önəmlidir bizim üçün. Yəni bunun üçün də bəzən valideynlər siz demişsiniz, körpə uşaqlar olur, çatdıra bilmirlər onu gətirməyə. Həm uşaq baxımı, həm bu. Yəni 24 saat ərzində doktorun dediyi o qapalı konteynerlərdə, steril konteynerlərdə, sərin yerdə, qaranlıq yerdə saxlayıb apara bilərsiniz, göndərə bilərsiniz ki, bu yoxlanılsın. Və mən nəyə görə Turan xanımı bu yanaşmasını çox sevirəm? Çünki bəzi elə insanlar var ki, bizə də geri dönüş eləyirlər. Bax, uroloji problem, indi deyəcəksiniz ki, uroloq, parazitoloq nə adiyyatı var, laboratoriya mütəxəssisi nə adiyyatı var. Uroloji problem yaşayan bir insanlar var. Hansı ki, bunlar uzun illərdir. Məsələn, deyirəm ki, sistitin diaqnozunun da, yəni bilirsiniz sistit necə olur, bunun əlamətlərini özündə görən, amma əsas kökündə nə yatır, hansı problem yatır bilməyən insanlar var. Turan xanıma müraciət edərək o laboratoriya müayinəsi əsnasında öz problemindən xəbərdar olub doğru diaqnoz əldə etmiş olublar. Hansı ki, hal-hazırda onlar artıq müalicə olunublar. Baxın,
dəfələrlə müayinələr gətirirlər bizə və neqativ cavab, yəni yox cavabı ilə gəlmiş müayinələr var ki, biz onlara baxarkən başqa bir hüceyrələr tapa bilirik. Bu hüceyrələr üçün biz bunu araşdırmaq üçün güclü mikroskoplardan istifadə etməliyik. Yəni göz baxışı açısından bizim mikroskoplarımız və etdiyimiz müayinə metodlarımız o qədər yüksək səviyyəli və müasir olmalıdır ki, diaqnozlarımız daha dəqiq olsun. Hal-hazırda bizdə ən müasir, deməli, tibbə uyğun olan Leica DM 2500 mikroskopundan istifadə edirik və bu mikroskop 400 dəfə, 4000 dəfə böyüdərək hüceyrələri daha aydın göstərmək səbəbi vardır. Və bu zaman biz istər lyamblasistlərini olsun, aydınlıqla görə bilirik, istər əmobiyaz olsun, aydınlıqla görə və istər böyrək infeksiyaları olsun, biz onların hər birini araşdıra bilirik. Bunlar haqqında bəzi videolarımız da vardır ki, çəkilişlərimiz var. Orada aydınlıqla biz hüceyrələrimizi saya bilirik və bizim gözümüzdən də onları yəni izləyicilərə çatdırırıq. Bax, elə həmçinin bayaq sual verdiyim ləmbliyalarla da bağlı, hansı ki, bunun müəyyənləşdirmək üçün baxırsan ki, həmin əlamətlər var, uşaqdır, böyükdür, ürək bulanmadan əziyyət çəkir, iştahsızlıqdan əziyyət çəkir, səhər-səhər yuxudan oyanır, daimi yorğun oyanır, amma qan analizləri verir, hər şey normasındadır, yəni parazitlərin müəyyən olunmasını qoyuram kənara, digər, yəni qan göstəricilərini və bilmir ki, bu ləmbliyanın əlamətləri olsa da onu tapa bilmir, o zaman da müraciət edə bilərsiniz daha dəqiq şəkildə sizdə ləmbliyanın olub-olmamasını və yaxud da digər parazit növünün olub-olmamasını müəyyənləşdirəcək Turan xanım və onun komandası və mən istəyirəm qısa olaraq ləmbliyanın müalicə taktikaları barəsində də danışaq. Çünki bilirik ki, Azərbaycanda da insanlarda çox yayılıb bu ləmbliyoz. Müalicə taktikaları hansılardır? Müalicə taktikası mütləq medikamentoz olmalıdır. Lakin medikamentoz müalicə ilə uzun müddətli ləmbliya müalicə etmək düzgün deyil. Çünki ləmbliya çox uzun müddət, 3 aya qədər belə müalicələri davam edən bir qurd invaziyası sayılır, parazit invaziyası sayılır və bu zaman biz mütləq tibbi medikamentoz müalicədən əlavə olaraq təbii müalicələrə də üstünlük veririk. Çünki immun sistem birmənalı qaldırılmalıdır. Mədə-bağırsaq traktı düzgün işləməlidir. Həzm fermentləri normal olmalıdır mədə-bağırsaq sistemində və öd yolları mütləq durlaşdırılmalıdır. Çox zamanlar deyirlər ultrasəs müayinəsində ləmbliyanı gördük. Bu düzgün bir şey deyildir. Çünki ləmbliyanı görmək yox, öddəki çöküntüləri biz görə bilərik və bu çöküntülərdən biz şübhələnə bilərik ki, bəlkə ləmbliyadır, bir onu yoxlada bilək və müalicə taktikasını buna görə aydınlaşdırırıq. Çünki əgər öddə daş varsa da və yaxud hər hansı bir polip varsa, ləmbliya olsa belə biz birinci ödü qorumalıyıq və o daşa təsir etmədən, yəni tərpətmədən müalicəni davam etməliyik ki, ləmbliyanı məhv edə bilək və bu zamanda biz yenə dediyim kimi immun sistem, qidalanma rejimi və medikamentoz sistem. Bunların hamısını birləşdirərək taktikamızı edirik ki, daha güclü immun sistem bərpa olsun və gələcəkdə yenidən yoluxma baş verməsin. Aha, Turan xanım özü də həmişə cəm şəkillə danışır, amma baxmayaraq bu komandaya özü başçılıq edir, özü nəzarət edir və uzun illik bir iş təcrübəsi var. Bax, fotolar yayımlandı, istəyirəm ekrana gəlsin. Bax, orada saç tökülməsi ilə bağlı, daha sonra bax, növbəti, bunlar hamısı Turan xanımın əl işləridir. Əvvəl və sonralar görürsünüz, nəticələr göz qarşısında artıq sözə belə ehtiyac yoxdur. Dəri problemləri yaşayanlar, baxın, bir ay sonra dermatitin müalicəsi, hansı ki insanlar uzun müddət bu problemlərdən əziyyət çəkirlər. Dermatomikozlar, hansı ki müxtəlif nahiyələrdə, müxtəlif yaş qrupunda olan insanların əziyyət çəkdiyi, həyat keyfiyyətinin aşağı düşdüyü hallardır. Bununla da bağlı müraciət edə bilərsiniz. Bir də əziz valideynlər, bizə uşaqların boy və çəkidən geri qaldığını deyirsiniz. Kimə müraciət edək deyirsiniz? Turan xanım bu işdə də sizə yardımcı ola bilər. Elədir, Turan xanım? İlkin olaraq biz dediyim kimi boy çəki problemləri varsa 17 yaşa qədər, yəni yaxşı olar ki, bunlar 2-3 yaşdan, 5 yaşdan müraciət etsinlər və təbii ki, valideynlər o zamanlar çox uşaqların boy çəkisində geriliyi hiss etmirlər və ən çox hissiyyat gəlir 11-15 yaşlar arasında. Artıq sinif yoldaşlarından balaca qalma, boyda çəkidə az olmalar var və yaxud boyun balaca qalıb çəkinin yüksək olması mümkündür uşaqlarda və bu zaman uşaqlar deməli öz həm yaşıtlarından kiçik olduqda valideyn artıq oyana bilir ki,
Həyəcan təbili çalır. Bəli, biz nəsə bir müraciət edək. Düzdür, bizim 17 yaşa qədər nəsə köməklik etmək durumumuz var. Amma 17 yaşdan sonra heç bir uşaqda boy qaldırımı mümkün deyildir. Orqanizm funksional olaraq deməli boy bağlarının azalması, hormonların azalması, sümük bağlarının artıq dayanması, böyüməsinin mümkün olduğu üçün biz bunu öncədən baxmalıyıq. Ona görə valideynlərə də çox müraciətim odur ki, öncədən baxsınlar, hər zaman ölçülərinə, boy çəki ölçülərinə fikir versinlər, diqqət etsinlər və hər ilin öz çəkiyə, boya uyğun uşaqların öz böyüməsinə diqqət etsinlər. 050-273-90-16 Baku City Görüntüləmə Mərkəzi və Turan Axundova tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, qidalanma üzrə mütəxəssis bizlə bərabər idi. ATV xəbərin günorta buraxılışına baxırıq, dərhal sonra davam edəcəyik.